Salam dəyərli məsləhətçilər və izləyicilər, sizinlə mən Könül Məmmədova. Bu günləri sizə direktora qədər marketinq planı yenidən izah etmək istəyirəm. Fabrik şirkətində direktora qədər olan marketinq planda 3, 6, 9, 12, 15, 19, 23 faizli məsləhətçilər var. Deməli, 3 faizli məsləhətçi o deməkdir ki, sizin 100 bal özünüzün 50 bal, 50 bal komandanın və ya özünüzün şəxsən 100 bal sifarişiniz var. 4 manat cəmi maaş olur. 6 faizli məsləhətçi isə baş məsləhətçi sayılır. Çünki həmin məsləhətçinin 200 bal komanda balı var və maaşı 15 manat 84 qəpik olur. 9 faizli məsləhətçi artıq lider adlanır və 600 balı var və maaşı 71 manat 28 qəpikdir. 12 faizli məsləhətçi baş liderdir, 100 bal. 1000 bal komandasının balı var. 158 manat 44 qəpik onun komanda maaşıdır. 15 faizli məsləhətçi vitse direktor olur. Onun 1500 balı var. 297 manat komanda maaşıdır. 19 faizli baş vitse direktor 2000 balı var komandasında. 501 manat 60 qəpik onun maaşıdır. 23 faizli məsləhətçi artıq direktor adlanır. Deməli onun 3000 balı var. 910 manat 80 qəpik maaşıdır. Amma bu maaşları almaq üçün sizin mütləqdir ki, hansı faizdə olursunuz olun, minimal balınız 50 bal olsun. 50 bal. 50 bal. O mütləqdir. Şəxsi bal mütləq 50 bal ən azı olmalıdır. 100 bal olsa daha gözəl olar, amma 50 bal minimal baldır. Deməli 8 dəfə siz 23 faizli direktor kodunu 3000 balı saxlasaq, 3000 balı 8 dəfə 1500 manat premiya alırsınız. Bu 8 dəfəni siz 18 kataloq ərzində 8 dəfə 3000 bal saxlayırsınız. Maaşdan əlavə bu maaşdır. 900 manat 80 qəpik direktorun komanda maaşı, 1500 manat şəxsi koduna premiya oturur. Amma bu premiyanı məsləhətçi 2 dəfə ala bilər. Yəni həm 2 dəfə 1500 manat, bu eləyir 3000 manat. Bunu necə ala bilər? Deməli, fabrik şirkətinə qeydiyyata düşdüyü 9 kataloq ərzində, burada niyə 8 yazmışam bilmirəm. 9 kataloq ərzində 2 dəfə, məsələn, ya 1 ilə 2-ci kataloqda, ya 2 ilə 3 nömrəli kataloqda, ya 3 ilə 4, ya 4 ilə 5, ya 5 ilə 6, ona görə burada cəmləşdirmişəm bunları. 6, 7, ya 7 ilə 8 ardıcıl 3000 balını eləməlidir, ardıcıl. Ya 8 ilə 9-da qeydiyyata düşdüyü kataloq dövründən, yəni qeydiyyata düşüb 1 nömrəli kataloqda 9 nömrəli kataloqa qədər 2 dəfə ardıcıl 3000 bal eləyəcək, həmin məsləhətçi sürətli starta düşür. Sürətli starta düşdükdə daha 18 kataloqun içində 6 dəfə də eləyir ki, olsun cəmi 8 dəfə. Həm bu 1500 manat premiyanı alır, kvalifikasiya bonusunu, həm də sürətli start. Buraya yazım sürətli start. Bonusunu alır, burada cəmi 3000 manat pul eləyir. Bunların hamısı maaşdan əlavədir. Dediyim kimi maaş 910 manat 80 qəpikdir. Bəs biz gəlirimizi necə hesablaya bilərik ki, məsələn 3 faizli məsləhətçi niyə 4 manat alır, 6 faizli məsləhətçi niyə 200 bala 15 manat 84 qəpik alır, onu necə hesablaya bilərik? Onu da baxın belə hesablaya bilərik. Gəlirin hesablanması. Mən sizə bir neçə nümunə göstərəcəm. O nümunənin üstündə siz öz maaşınızı özünüz hesablaya biləcəksiniz. Mən bu videonu YouTube kanalımda, Instagramda paylaşacağım. Bütün suallarınızı da cavablandıra bilərəm. Əslində mən bunun təlimində keçmişəm. YouTube'da mənim bu video varımdır. Amma sadəcə o video çoxluğundan onu tapa bilmədim. Deməli, qrup balı vurulmalıdır 1.32. Bu 1.32 nədir? 1.32 koefisiyentdir. 1.32 şirkətin koefisiyentidir. Koefisiyent maaş hesablamaq üçün. Qrup balını vururuq 1.32-yə, vururuq faizə, hansı ki, buradakı faizlərdən hansındasınızsa, ona vurursunuz və nəticə sizin aldığınız maaş olacaq. Nümunə olaraq mən sizə 6 faizli baş məsləhətçinin maaşını hesablayım. 6 faizli baş məsləhətçi görürük ki, maaş balı 200 baldır. Deməli, yazırıq bura 200 balı. Onu vururuq 1.32 koefisiyentinə, bərabərdir 15 manat 84 qəpik. Baxın, bu maaşdır. 15 manat 84 qəpik. Bəs belə hesablayaq ki, 1000 balın maaşı nə qədərdir? 1000 bal komanda maaşımızdır, balımızdır. Vururuq 1.32-yə, vururuq 12 faizə, o da bərabərdir 158 manat 40 qəpik. Bu bal komanda balımızdır. 1.32 koefisiyenti, 12 faizdəki və göstərdiyim kimi buradakı faizlərdən bu 12 faizdən gəlməsələr 12 faizli baş liderdirsə 158 manat 44 qəpik maaş alır. Hərdən belə bir sual yaranır ki, niyə maaş cədvəlində göstərilən maaşı almıram? Baxın, bu maaş hesablanması var, qrup gəlirin hesablanması. Bu hesablama, əgər siz məsləhətçiləri belə düzmüsünüzsə,
ona aiddir. Amma bir də görsün məsləhətçiləri biz alt-alta yazırıq. Bu halda maaşlar necə hesablanılacaq? Onu da sizə göstərmək istəyirəm ki, bütün suallarınızı özünüz cavablandıra biləsiniz. Deməli, məsələn, mən 600 ballı 9% məsləhətçiyəm, 9%dəyəm. Götürək, mən 600 balım var, 9%dəyəm. Deməli, mən liderəm. Yazıq lider. Mənim komandamda 400 bal sifariş yerləşdirən komanda var. Məsləhətçi komandası, baş məsləhətçi komandası. Onlar 6%dədir. Mən nə qədər maaş alacağım? Deməli, mənim cəmi 200 balım var. Məsləhətçinin 400, mənim opşi 600-dürsə, deməli 600-dən 400 çıxır, qalır 200 bal. 400 balın faizi 6%dir, 200 balın faizi 3%dir. Deməli, 9-dan 6-nı çıxanda 3% qalır. Həmin 400 baldan mənə cəmi 3% maaş gələcək. 400 balın maaşı 400-ü vururam 1.32 vururam 3%-ə. 3%-ə bərabərdə 15.84. Mənim özümün də 200 balım var axı. Mən 9%dəyəm. 200 balın maaşını vururam 1.32 vururam 9%-ə. Bərabərdə 23 manat 76 qəpik. Deməli, mən 600 balda olanda 39 manat 60 qəpiyi maaş alacağım. Amma görürsünüz, burada yazılıb ki, 9%-in maaşı 71 manat 28 qəpikdir. Çünki mənim komandamda bu sistem alt-alta yazılı sistemdir. 400 balın maaşını alan başqasıdır. Mən isə aldığım maaş 39 manat 60 qəpik olacaq. Bu maaş bölgüsüdür. Bu maaşlar isə, baxın, komanda əgər belə qurulubsa olur. Belə qurulanda da komandada hamıya çatdırmaq olmur. Onda komanda dağılır. Ona görə də ən yaxşısı alt-alta sistemdir. Və başqa bir misal da gətirim sizə. Başqa misal gətirim. 600 bal məndən yuxarıda 650 ballıq komanda var. Və ya 600 mənim özümün 50 balım var. Komandamın 600 balı var. Cəmi 650 balım var. Belə hesablayaq. Bu da 9%dir. Məndən aşağıda 600 ballıq bir komanda var. Deməli, cəmi mənim 50 balım var da, başqa balım yoxdur. Ona görə də 9%-in maaşını alta komanda götürəcək. Mən isə cəmi 50 bal özümün şəxsi balım olduğuna görə alt-alta sistemdə 50 bala bilirsiniz maaş düşmür. Amma komandamda 600 ballıq məsləhətçi komandası olduğuna görə 50 balı vuracaq 1.32-yə vuracaq 9%, 5 manat 94 qəpik maaş alacağım. Bu da 100 balın maaşından daha çoxdur. Onda 9%-ə siz çatdınız. İstəyirsiniz ki, maaş almaq mütləqdir ki, ikinci qolu açasınız. Mən məsləhət bilərdim ki, hətta 1000 baldan ikinci qol açasınız. Amma 9%-də tələsirsinizsə, hövsələniz çatmırsa, təbiriniz yoxdursa, 9%-dən də ikinci qolunuzu açmağınız məsləhətdir. Deməli, bir dənə də misal göstərimsə 2 qolla. İkinci qol açsanız əgər, məsələn, 1000 baldasınız. 1000 baldasınız, deməli siz 12%dir. 12%dir, baş lidersiniz. Buraya yazın, baş lider. Baş lider. Birinci qolumuzda tutalım ki 800 ballıq komanda var. İkinci qolumuzda 200 ballıq komanda var. Bəs bu 12% liderin maaşı nə qədər olacaq əgər onun 2 qolu varsa? Deməli, 800 ballıq komandanın maaşı o özü götürəcək axı. Deməli, 12%-dən çıxırıq 9%. Burada mən 800 baldan cəmi 3% maaş alacağım. Çünki mənim komandamdan məndə faiz fərqi olmalıdır da. Bu faiz fərqim də 3%dir. Deməli, mən nə qədər maaş alıram? 200 balı vururuq. 800 balı vururlar 1.32-yə, vururuq 3%-ə. Bu komandada mən 31 manat 68 qəpik maaş alacağım. İkinci qolumda 200 bal var. Deməli, 200 balın 6%, mən 12%-əyəm. Mən 9%, bu 200%-dən 200 baldan maaş alacağım. 9%. Bu 200-ü vururuq 1.32-yə, vururuq 9%-ə. Bu mənim maaşım olacaq. Bu da eləyir 23 manat 76 qəpik. 23 manat 76 qəpik. Deməli, burada 31 manat 68 qəpikdir bundan aldığım xeyir. Buradan 23 manat 76 qəpik. Amma bu 200 ballıq məsləhətçi də öz maaşını alır. 15 manat 84 qəpik. 800 balın maaşı 800-ü vururuq 1.32-yə, vururuq 9%, edir 95 manat 4 qəpik. 200 balın maaşı 15 manat 84 qəpik. Mənim maaşım nə qədər elədi? 31.68 plus 23.76. 31.68-dən 23.76 nə qədər edir? Bu deyir 55 manat 44 qəpik. Opşi, mənim maaşım olacaq 55 manat 44 qəpik. Kim hardan tapdım? 800 baldan 3% aldım. 200 baldan da 9% aldım. Maaş bu da elədi. 31.68 plus 23.76 55 manat 44 qəpik mənim maaşım oldu. 95 manat 4 qəpik bunun, 15.84 də bunun. Deməli, mən faiz fərqini ancaq aldım. Komanda əgər günəş şəklində olursa, bütün maaşı mən alıram. Amma insanlara, məsləhətçilərə kömək eləmək istəyiriksə, biz onlara dəstək olmaq üçün alt-alta yazı
ən sərfəlisidir alt-alta. 12% olduqdan sonra isə ikinci qolu açmaq. Bu da ayrı bir temadır. İnşallah o haqda da balaca bir təlim keçərik, video çəkərik.